Əsgərlərin ailələrinin sosial təminatı ilə bağlı qanunvericilikdə mühüm dəyişikliklər edilib. Belə ki, müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçuların uşaqlarına dövlət tərəfindən aylıq sosial müavinət ödənəcək. Bu müavinətin məbləği 140 manatdır və əsgərin xidmət müddəti ərzində davamlı şəkildə veriləcək. Bu addımın əsas məqsədi hərbi xidmətə gedən şəxslərin ailələrinin sosial rifahını qorumaq, xüsusilə də uşaqların gündəlik ehtiyaclarını qarşılamaqdır. Beləliklə, ailə başçısı xidmətə yollansa da, ailənin gəlir mənbəyi tamamilə kəsilmir və dövlət tərəfindən müəyyən dəstək göstərilir. Müavinət yalnız hərbi qulluqçunun xidmətdə olduğu müddətdə qüvvədə qalır. Əskər ehtiyata buraxıldıqda və ya hər hansı səbəbdən xidməti başa çatdıqda ödəniş dayandırılır. Həmçinin, əgər müavinəti alan şəxs dünyasını dəyişərsə, yaxud qanunvericiliyə uyğun şəkildə itkin düşmüş və ya ölmüş elan edilərsə, ödənişin verilməsi də avtomatik olaraq kəsilir. Bu qərar həm də bir sosial mesaj daşıyır. Dövlət hərbi xidmətə çağırılan vətən övladlarının ailəsini unutmur, onların uşaqlarının böyüməsi və təhsili üçün müəyyən maliyyə dəstəyi göstərir. Qeyd olunan müavinət ailələr üçün tam gəlir mənbəyi olmasa da, əlavə maliyyə yükünün azaldılmasına və sosial sabitliyin qorunmasına xidmət edir.